Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabların üzərinə olsun. Xahiş eləmişdik bir neçə dindarlar ki, bu məsələyə aydınlıq gətirin. Bu son zamanlar bəzi qrup rəhbərləri, umrə yaparan şirkətlər belə bir bidət uydurublar özlərindən və insanları buna inandırıblar. Bunlar nə edirlər? Düzdür, bu biraz reklam xarakterlidir ki, insanlar bəlkə özlərinə cəlb eləsinlərdir, amma dinimizdə kimsə özündən bir din uydurmasın. Nə edir deməli bu qrup rəhbərləri? Zəvvarları ümrədən sonra aparırlar Mina meydanına, Arafa meydanına ki, burada dua edin, dualar qəbuldur. Orada dualar qəbuldur həc vaxtında. Orada həc vaxtında Minada qalınır, Arafada qalınır. Amma indi ora gedib sən dua edirsən ki, burada dualar qəbuldur, bu artıq özünə bir din uydurmalıdır. Yəni, belə şeylərə diqqət eləmək lazımdır. Ekskursiya kimi aparırsansa insanlar apara bilərsən, görsünlər. Amma aparırsan o etiqadla ki, burada dua edin, dualar qəbuldur. Bu artıq sən dinimizdə yeni bir din uydurdun. Allahdan qorxmaq lazımdır. Yəni, Peyğəmbərimizin buyurmadığı bir şey, dinimizin buyurmadığı bir şeyi din kimi insanlara demək doğru deyil. Bu bilirsiniz, bir növ biraz reklam xarakterli ki, mən filan kəs apardı, görürsən Arafada, Mina meydanda dua elədi. Həccə getməyənlər indi görmək istəyirlər, ekskursiya kimi apara bilərsə, amma həcc xaricində orada dualar qəbuldur deyə belə bir hədis yoxdur. Birisi bu nəyə bənzəyir? 96-97-ci illərdə yadıma gəlir, o zaman həccə gəlirdilər avtobusla. Bir qrup rəhbəri var idi, yaşlı bir kişi, dünyasını dəyişən, Allah rəhmət eləsin. Amma insanları nə edirdi? Aparırdı Ciddə şəhərinə. Mən də deyirəm, Ciddə şəhərinə niyə aparırsa həcdən sonra? Dedi ki, Havva anamızın qəbrini ziyarət eləməyə. Dedim, necə yəni? Dedi, bəli, Havva anamızın qəbri Ciddə şəhərindədir. Düşünün, o istidə Ekarus o zamanki avtobuslarla apardı Ciddəyə. Mən də avtobusdayam. Mən deyirəm ki, bu doğru deyil. Deyir ki, sən bilmirsən, sən cavan uşaqsan, gəncsən. Nəsə apardı, orada bir Ciddə şəhərində qəbirstanlığı göstərdi. Qəbirstanlıqda bir qəbri göstərdi ki, bu Havva anamızın qəbridir. İnsanlar ziyarət etdilər, sevindilər. Qəbirstanlığın xaricində qəbirstanlığın nəzarətçisini gördüm. Mən dedim ki, burada Həvva anamızın qəbri var. Dedi, yox, ay insan, qəbirstanlığın adı Həvvadır. Yəni, qəbirstanlığın adını Həvva adını qoyublar. Bu da insanlar aparır ki, Həvva anamız buradadır. Amma yoxdur elə bir şey. Sadəcə nəyə görə? Yəni, görün, bu biraz da daha yaxşı həcc elətdirir, Həvva anamızın qəbrini ziyarət elətdirir. Hansı ki, yoxdur elə bir şey Ciddi şəhərində ki, Həvva anamızın qəbri. Hansı bir ərəbin qəbrini göstərdi insanlara ki, bu da Həvva anamızın qəbri deyə. Bu biraz ona oxşadı. Ona görə də yəni insan dini məsələlərə diqqətli olmalıdır. Allah hamımızı islah eləsin, Allah hamımızı qorusun, Allah hamımızın ibadətlərini qəbul eləsin, ümrə ziyarəti getməyənə Allah ümrə ziyarəti nəsib eləsin. Amin.